Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli Xəzər Futbol Liqasının izləyiciləri. 11-ci sezonda play-off görüşü, hansı ki bu qarşılaşmada Bakı və Oldskul komandalar üzrə play-off'un cavab oyunudur. İlk oyunda Bakı 11-2 hesabla Oldskulu məğlub etmişdi. Görə cavab oyunda bizi nə gözləyir? Çətin olsa da bir geri dönüş izləyərik, yoxsa Bakı fərqi artırmağa davam edəcək. Fəqan Kərimovun işarəsi ilə də qarşılaşma start götürülür. Bir də hər iki komanda uğurlar arzu edirik. Üzr olan qalib olsun deyirik. Xətər Ramazanlını biz qapıda görürük. Hər kəsə nəsib olmaz Xətayını qapıda görmək. Ceyn Yusifli. Ramazanlı. Mərkəzə doğru Ceyn Yusifli. Tural Vəliyev. Qarşılaşma yeni başladı. İkinci dəqiqə oynanılır. Qolsuz bərabərlik var. Ələkbərli, diaqanla doğru ötürmə Vəliyev qatəmləyə. Vəliyev. Cavid İbadova doğru. Top Ələkbər Qubatzadənin əlinə dəymişdi. Qarşılaşma indi başladı. Bir daha qeyd edirəm. Hələ ki qol yoxdur. Hələ ki ilk həmlələr, ilk cəhdlər izləyirik. Belə ilk standart vəziyyət, ilk cərmə zərbəsi. Ətən canlı səhət qurulur qapı önündə. Qapıda Xətər Ramazanlıdan bəhs etdik Bakı adına. Digər tərəfdə də Bağır Eyvazov oyuncusu kimi çıxış edir. İsmail Beybutov qapıdadır. Zərbə çəkdi dirəyə təkdi. Fərd Beybutov. İki nəfərin atasını topu çıxarmaq Fərdə qarşı qayda pozulub. Beybutov. Ekran bəyənənlər minnətdarım. Aşağıda darız görəm, hər birinizə qapı təşəkkürünü bildirirəm. Pərviz Musayev da bunu ötürməsi keçmədi. Vəliyev, Cavid İbadov. Kərəm Təməzov. Kapitanlıq sarısı bugün məhz Kərəmdədir. Xətər Ramazanlı. 3, 4. Xətayim, diaqanla doğru yaxşı çevirdi Musayev. Edə bilmir Ələkbər Qubatzadə. Kərəm Təməzov. Ceynin yaymaq alınmadı. Ceyn Yusifli top ələ keçirdi. Ələkbərli, Xətər Ramazanlı. Yenidən əli ilə oynadı. Yeni Suraxanı stadionunda qolsuz bərabərlik var. Oldskul 0, Bakı 0. İlk oyunda isə Bakı 11-2 hesabı ilə Oldskulu məğlub etmişdi. Cavab oyunda isə hələ ki qapının kilidi açılmayıb. Artıq tam heyətlə meydan rəqibadının səsində həmlələr edirlər. Əli Ələkbərli. Hesabdan bəhs etdik. İsim qırılmayıb deyə qeyd etdik. Artıq Əli Ələkbərli görüşdə hesab açmağa nail olur. Uzaq küncü nişan aldı. Yerlə zərbə. Dəqiqə alanda 1-0, Bakı 1, Oldskul 0. Rəqibin buna cavab olacaq. Hesab arasındakı fərq isə artıq 2 rəqəmli olduğuna yüksəldi. 12-2. Hesab 12-2. Bu görüşdə Bakının minimal hesablı üstünlüyü var. Bağır Eyvazov ayaq saxladı. Kərəm Təməzov. Yaldaca cəhət orada Fərd İbadovdan yaymaq istəyirdi. Bağır. Yeni Suraxanı stadionu. Ekran niyə bəyənmirik? Bax, yenə nə oldu? Niyə dayandıq yenə? Kim bilmirəm. Beləsi, ekran bəyənə paylaşaqda zəhmət olmasa. Var onun ekran bəyənənlər. Aşağıda darınızı görəm. Mən də elə ancaq məncə çalışdığım qədərlə sizlərin suallarınızı cavablandırmağa çalışıram. Fərid Beybutov. Ələkbər Qubatzadə uzaqlaşdırma həmləsi ilə ötürmə xarakteri daşımırdı. Xətər Ramazanlı. Mərkəzə doğru Ceyn Yusifli. İbadov. Ələkbər rəqimini qabaqladı İbadov. Qayda pozulub. Ekran bəyənənlər sağ olun, var olun. Sizlərin nə sualınız varsa yazın, mən də cavablandırım.
Bir daha qeyd edirəm, Yeni Suraxanı stadionunda Bakının 1-0'lı üstünlüyü var rəqib. Old School önündə. Xəta Ramazanlı. Ayaq saxladı. Bir ara ötürməsi Vəliyevə doğru. Tələsmir mərkəzdə Ceyhun Yusifli. Sol cinahda Ələlək Vərliyev. Hərəkətləmişdi Ceyhun. Uğursuz bir zərbə. Bu qapıdan keçirmək mümkün olmadı Kərəm Təhməzov. Pərviz Musayev toxunsa da topu meydanda saxlamaq mümkün olmur. Vəliyev xəta Ramazanlı. Ələlək Vərli meydandakı yeganə qolun sahibi. Ceyhun Yusifli cinadaşdı. Vəliyev Fərdi Badov. Out. Ələkbər Qubadzadə. İsmail Beybutov mərkəzə doğru. Fərdi Beybutov. Bağır Eyvazov. Pərvizin gerisində qalır. Ceyhun. Ələlək Vərli. Səmti dəyişə bilər. Fərdi özünü göstərdi. Mərkəzə doğru ötürmə. Cavid İbadov. Ceyhun Yusifli. Qapının üzərinə vurdu. Kərəm Təhməzov. İsmail Beybutov. Beybutov. Surat hesabına Ceyhun aldatdı. Son müdaxilə Ələlək Vərlidən. Bir neçə dəqiqə sonra qapısı dəyişili baş tuta bilər. Bakı heyətində Eldar Əliyevi artıq qapıda görə bilərik. İsmail Beybutov da yaxın idi. Kərəm Təhməzov. Ələkbər rəqibə edir Cavid İbadov. 2 nəfərin ötəsindən topu çıxarmaq alamadı Fərid. Bakının minimal hesab üstünlüyü var Yeni Suraxanı stadionunda. Old School önündə. Bağırın ələ dəymişdi. Rifətinin gözündən yayınmır. Cərimə zərbəsi. Bakıdan Ələlək Vərli ötürməklə başladılar. Vəliyev. Xəta Ramazanlı gözlətmədi ötürmə. Ceyhunla bir-birlərini başa düşmədilər. Rövşən Həsənli. Təşəkkür Benisev üçün. Yarın ən böyük dəstəkçimiz Benisevli. Xəta Ramazanlı. Bir ara ötürməsi Cavidi düşmüşdü. Kərəmdə qaldı. Təhməzov. Ayaq saxladı. Qarşısında İbadov var. Fərdi Beybutov. Beybutova qarşı qayda pozulub. Ekran bəyənənlər sağ olun, var olun. Aşağıda da rız görəm. Sizlərə ərizə minnətdarım. Standart vəziyyət. İki nəfərdən ibarət canlı səhv var. Ələkbər. İsmail Beybutov. Fərid ötürməni qarşısını kəsdi. Fərid. İbadov. Soydaşıl oynadı. Cavid İbadov. İsmail Beybutov. Ələlək Vərli qarşıladı. Sonra da xətayım. Korner. Eləmə. Olmaz. Fərid. Beybutov.
Pərviz Musayev. Eybutov ötürmə keçmədi. Ceyn Yusifli, Cavid İbadov. Fərdi qaldı əmləyə. Fərid bir rəqibindən yayında ötürməsini bilməyə bacardı. İbadov. Sonunda İsmail'in müdaxiləsi var idi. Vəliyev yerlə zərbə. İsmail Kəmlə də top özündə saxlama bacarır. Bir daha xatırladaq, Yeni Suraxan stadionda Bakı minimal hesabla öndədir. Old school önündəyim. Hesab isə 12-2'dir. Bakıdan Leyenə. İlk oyunda məhz Bakı 11-2 hesab ilə qələbə qazanmışdı. Bu görüşdə də eyni adlı komandanın minimal hesablı üstünlüyü var. Bir daha da qeyd edirəm. Arada ekranı da bəyənsək çox da yaxşı olar. Ceyn Yusifli. Xətə Ramazanlı. Düşüncə yaxşı ötürmə istəyilən 2 bal almır. Kerem Təməzov yerlə zərbə xəta yerindədir. Bitən dəqiqələr ərzində Ramazanlı qapısını toxunma saxlama bacarıb. Vəliyev bizi keçmək istirdi Ələkbərlə Ceyn Yusifli müdafiə hazırlıqda yaxala bilər. İbadov, Cinadəşli, Cavid. Bravo Cavid, bravo! Topu təkrar Fərdə mi qaytarırdı orada? Bu zərbəyə bənzəmirdi. Eybutov ayaq saxladı. Ələkbərli. Allah saxlayacaq. 2 problem yoxdur. Qapı qarşı ötürmə. Gözəl paslaşma izlədik. Bu ötürmələrin sonu qol olaraq komanda qayıdır. Cavid İbadov fərqləndi 2-0. Eybutov bir qədər ayaq saxladı. Bağıra bir baxış şatdı amma bağlı idi. Nötr verməmişdi. Orada Bağıra Eyvazov, Kərəm Təməzov. Başqa oyuncuların pressing edir topu yenidən qazanmaq üçün. İsmail Eybutov bir aldadıcı zəd. Qarşı qayda pozulub. Bir daha xatırladaq, Yeni Suraxan stadionunda milli sezonun play-off görüşündə 4-1 qarşılaşmasında Bakının 2-0'lık üstünlüyü var. Zərbələr üçün Old school oyununda 4-1'in cavab oyununda ilk oyunda Bakı 11-2 hesabı ilə rəqibini məğlub etmişdi. Hesab 13-2'dir. Pərviz Musayev. Troll eləmə. Ələkbər Qubadzadə. Fərid, Ceyn Yusifli, bir aldadıcı cəhət. Fəridin pressingi var idi. Təzyiq öz bərrəsini göstərdi. Vəliyev. Ceyn Yusifli. Ələkbərli, Vəliyev. Elə ötürməkdir, bu ünvana çatmadı. Bağıra Eyvazov. Xeyr.
Ceyhun. Əli Əkbərli. Fərdi İbadov. Qapı paralel etdirmə. Heç səs yox olur, tamamlasın deyə. İsmail Beybutov. Bir ara ötürməsi rəqibəli oldu. Qüvvətli zərbə Vəliyevin ifasında. 3-0. Bakı 3, Old School 0. Yeni gələnlərimizi xoş gördük. Playoff görüşündə 4-1 cavab oyununda Bakı 3-0 hesabının öndədir. Mesal isə 14-2 deməz Bakının leyinə. Burada vəziyyətmələr baş tutur. Vahidov, Elvin Mirzəyev və Əhməd Babayev meydana daxil olub. Meydan tərk edən oyuncular Ceyhun Yusifli, Fərdi İbadov və Cavid İbadov. Xətai yerindədir. Eyüp topla ilk təması. Diagonala doğru ötürmə Elvin Mirzəyev. Əhməd ötürmə istədi Əhməd Babayev. Kərəm Təməzov. Fərid Beybutov. Beybutov. Surəti hesabını orada Əhməd Ay. Keçmiş davamında. Əli Əkbərli Fərdin qarşısını kəsir, eləmə imkan vermədi. Bakı kollektivi fair play edərək topu məsonlardan meydan tərk etdiyini qeyd edirdilər. Kərəm Təməzov, İsmail Beybutov. Yox, bugünün son qarşılaşmasıdır. Əli Əkbərli. Arı ötürməsi Elvin Mirzəyev bir rəqimdən sıyrılır. Amma davamı gəlmədi Beybutov. Bağır Eyvazov. Bakı kollektivi topa nəzarət edir. Vəliyev. Əhməd Babayev. Əli Əkbərli. Nasıl yarışda tilsimi qırmışdı. Nasava isə Tural Vəliyev və Cavid İbadov digər qolların müəllifləridir. Əli Əkbərli cina dəyişiləyib Vahidov. Salahaya oyuncudur Vahidov. Fake attı. Elvin Mirzəyev. Scarface qələbə qazandı. Bundan öncəki qarşılaşmada play-offun digər görüşündə isə Turan yeni Roman oyunda isə qalibi müəyyən etmək olmadı. Mümkün olmadı. 4-4'lü bərabərlə komandalar kifayətləndi və Beşiktaşlı cavab oyuna qaldı. Beybutov gör necə aldatdı rəqiblərini. Pərviz Musayev zərbə indirə bilmir. Əli Əkbərli. Əhməd. Bizdə qalsın, rahat. Pas idi, bir tez pas idi. Bir ara ötürməsi. Zərbə çəkdi Əli Əkbərli. Fərq bir qədər də artır, 4-0. Pərviz Musayev. Ekran bəyənilir, sağdan var olun, aşağıda da rüz görəm. Digərlərdə bu ekran bəyənməsinə qatılsa çox yaxşı olar. Ekranı bəyənin ki, mən də sizin suallarınızı cavablandırım. Yeni Suraxanı stadionu. Kərəm top ələ keçirdi. Təməzov. Beybutov cinada işli. Pərviz zərbə və gol. Pərviz Musayev tamamlayır. 1-4. Axır ki. Bunlar da tilsimi qırmağa bacardılar. Fərq bir qədər azalır. Bakı 4, Old School 1.
bizi xoş gördük. Cina dəyişilir Əli Ələkbərli. Vəliyev. Xətay Ramazanlı. Evaydov. Xatırladaq ki, Xəzər Futbol Liqasının 11-ci sezon play-off görüşü 4-1 qarşılaşması cavab oyunu çərçivəsində məhz yeni Suraxanı stadionunda Bakı və Old School komandalar üzrədə Bakının 4-1 üstünlüyü var cavab oyunda. Ümumi hesabda isə Bakı 15-3 hesabı ilə öndədir. Bu görüş 4-1 Bakının leyinə ilk oyunda Bakı 11-2 hesabı ilə qələbə qazanmışdı. Ümumi hesab 15-3 bir daha. Xatırladıram, yerlə zərbə alınmır. Yavaş-yavaş ilk hissənin sonlarına yaxınlaşırıq. Bir fasilədən öncə hesabda dəyişiklik olacaqmı? Kərəm Təyməzov. Pərviz. İsmail Beybotov. Bir ara ötürməsi. Zərbəcədir. Mirzeyev tamamlaya bilmir. İsmail Beybotov. Bağır. İsmail. Yeni gelenler bizi hoş gördük. Talih təşəkkür. Hesab 4-1'dir. Bakı 4, Old School 1. Bağır Eyvazov. Əli Ələkbərli ikinci atab. Əhməd Babayev ötürmək istəyirdi. Babayev. Elvin Mirzeyev ayaq saxladı Eyüp Vahidov. Zərbə imkanı axtardı Eyüp Vahidov. Bir imkanı boşa vermir. 5-1 oldu. Fərq yenidən 4'e yüksəldi. Yavaş-yavaş ilk hissənin sonlarına yaxınlaşırıq. Son dəqiqələrdir ilk hissədə. Bakı fərqi bir qədər də artırır. Mərkəzə doğru ötürmək yox. Əli Ələkbərli. Xətay Ramazanlı. Cina doğru Vəliyev. Əli Ələkbərli. Bir qədər ayaq saxladı, səmti dəyişdi. Eyüp tələsmir. Xətayev. Əli gözlətmədən ötürmələri izlədik. Əli Ələkbərli. Referdə saatına nəzər yetirir. İlk hissənin nə zaman bitirəcək Əli Ələkbərli pressing tətbiq edib. Topu qazanmışdı. Qarşılı top itkisi izlədik. Əhməd Babayev. Əhməd zərbə çəkdi. Dirəyə dəydi. Bu ilk hissənin son zərbəsi, son cəhd oldu. Refer ilk hissəni bitirir. Komandalar fasilə yollanır. Heç yer ayrılmırıq. Fasilədən sonra yenidən bir yerdəyik.